İndi isə gəlin hamımız bir yerdə Yahyanın müjdəsindən açaq. Bax, burada görəcəyik bir kəs İsa'nın şagirdi onu necə tanıdı? Onu çox gözəl tanıyırdı. Çox gözəl. 3 il ərzində onunla bir yerdə, ona xidmət edərkən İsa ilə birlikdə idi. Amma günlərin birində tam başqa cür onu tanıdı. Deməli, Yahyanın müjdəsi 20-ci fəsil, 24-dən 29-a qədər. Elçin qardaş, oxuyarsan zəhmət olmasın. Lakin 12 şagirddən biri Əkiz adlanan Tomas, İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomasa, Rəbbi gördük deyəndə onlara söylədi. Əgər onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram. 8 gündən sonra İsa'nın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da İsa içəri girdi. O ortada durub sizə salam olsun dedi. Bundan sonra Tomasa söylədi. Barmağını buraya uzat. Əllərimə bax. Əlini də uzat. Böyrümə qoy. İmansız olma, imanlı ol. Tomas cavab verib ona ya Rəbbim və Allahım dedi. İsa ona dedi, sən məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır. Dostlar, Thomas İsa Məsih'in şagirdlərindən biri idi. Daha doğrusu həvarilərdən biri idi. Thomas İsa Məsih'dən heç vaxt ayrılmırdı. Amma İsa Məsih çarmıxa çəkiləndə, İsa Məsih insanların əlinə düşəndə şagirdlər hamısı İsa'dan ayrılaraq onu tərk etdi. Eləcə də Thomas. Qorxudan dostlar və İsa Məsih edam olundu, öldürüldü və kəlamda deyilir ki, 3-cü günü dirildi. Bu Pasxa günü idi, 3-cü günü dirildi və dirilən günü kimə göründü? İlk göründü. Hə dostlar? İlk kimə göründü? Bəli, ümumiyyətlə. Gəlin başlayaq heç Məryəmə göründü. Məcdəli Məryəmə göründü. Qadına göründü, bəli. Sonra Tomas'ı görseniz de. Bir de Tomas'a. Tərəbərdən birinci Peter göründü. həvarilərdən ilk olan Peter idi, bəli. Korinflərin məktubunda 15-ci fəsildə deyilir ki, ilk olan Peter idi, ona göründü. Sonra kimə göründü? Emmaus'a gedən şagirdlər. Emmaus'a, bəli. Rusçanın Emmaus'dur. Bizim müqəddəs kəlamda deyilir Xamma kəndi. Yəni o kəndə gedərkən, yəni Yerusəlimdən kənarda olan bir kənd var idi. 2 şagird, 2 ardıcıları artıq Yerusəlim şəhərini tərk edirlər və qəm qüssə içində olarkən bunlar o Emmaus, yəni Xamma kəndinə gedirlər və onlara İsa Məsih göründü, amma onlar onu tanımadı. Əvvəl tanıdı, sonra tanıdılar. Sonra kimi gördü? Sonra kim gördü İsa Məsih? İsa Məsih sonra kimə göründü? Nəhayət qalan şagirdlərə göründü. Onu deməsi. Eləmi? Axşamüstü qalan şagirdlər onu görəndə inandılar, inanmadılar. İnanmadılar. Niyə? Baxın necə yazılıb. Belə bu 20-ci fəsildə deyilir ki, deməli o gün 19-cu ayədən oxuyuram. Həftənin ilk günü axşam çağı Yahudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da İsa içəri girdi. Birdən göründü. Birdən onlara göründü və ortada durub onlara sizə salam olsun dedi. Bunu söyləyib onlara nə elədi? Əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. Lukanın müjdəsində isə deyilir ki, sevincdən inanmadılar. Sevinirdilər, amma hələ də belə çaşbaş qaldılar. İsa dedi ki, nə var sizə, verin yeyim, göstərdi. Bir mənə toxunun. Mən deyir, ruh deyil, aranızda ruh deyil. Bir toxunun, baxın. Çünki ruhun əti sümüyü yoxdur, olmur. Mən İsa'yam, dirilən İsa'yam.
və onlara salam, sizə salam olsun dedi. Sonra da dostlar, İsa yenə onlara dedi ki, sizə salam olsun. Ata məni göndərdi ki, mən də sizi göndərirəm dedi. Yəni ki, bundan artıq gedin, mənim haqqımda müjdəni yayın. Onlar çox sevindi. Onlarla oturub çörək yedi. Balıq yedi yazılıb, baldan yedi. Amma yazılıb ki, lakin 12 şagirddən biri əkiz adlanan Thomas isə gələndə onların yanında deyildi. Niyə idi orada olmayıb? Yəqin ki, qorxudan. Necə ki, yazılıb ki, Yahudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı idi. Bu isə daha belə çox pis vəziyyətə düşmüşdü. Yəqin ki, şagirdlərlə bir yerdə olmadı. Rəbb İsa Məsih onlarla olarkən 3 il ərzində, baxın, onlara elə bir tərbiyə verib ki, onlar bir-birindən ayrılmadılar. Birlikdə, harda olmasa da belə, qorxudan qapılar bağlı olsa da belə birlikdə idilər. Bir yerdə ağlayırdılar, qəm-qüssə içində olarkən dua edirdilər. Amma buna baxmayaraq onlar ayrılmırdılar. Amma Thomas isə yox, onlarla birlikdə deyildi. Və nəhayət, şagirdlər Thomas'ı axtarıb tapırlar və deyirlər ki, biz kimi gördük? Rəbbi gördük deyir. Biz deyir, Rəbbi gördük deyəndə Thomas'a söylədilər. Thomas isə dedi ki, əgər onun əllərində mıxların açdığı yaraları görməsən, mıxların yerinə barmaqlarımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç deyir, inanmaram. Bilirsiniz niyə deyə bilər? Thomas çox möcüzə görüb. Thomas görüb ki, İsa Məsih Lazarı necə dirildir. Thomas İsa Məsih 5000 nəfəri necə yezdirib bu möcüzəni də görüb. Thomas körlərin gözlərini necə açırdı, onu da görüb, çox şeylər görüb. Amma İsa Məsihin dirilməsinə inanmadı. Bilirsiniz niyə? Çünki İsa Məsih ki, o çarmıxa çəkildi, Roma əskərləri onu döydülər, əzdilər, mismarladılar. O çarmıxdakı elə bil ki, qanlı palçıq idi. Onun adı, belə insan simasında görkəmi yox idi, dəhşətli idi görkəmi belə. Siz təsəvvür edin. O vəziyyətdə olan insan, o insana baxırsan, insan deyil elə bil. Bu qanlı bir palçıqdır. Sir sifəti təmiz palçıq içində. Qan içində. Bədənində yer qalmayıb ki, əzli olmasın. Siz təsəvvür edin. Thomas da bunu bilərək ağlına heç gəlməz olan bu insan necə dirilə bilər? Axı, bu insandan daha heç nə qalmayıb. Və nəhayət bir nizəni götürüb neylədilər? Böyrünü deşdilər. Böyrünü də deşdilər, İsanı deşdilər. O necə diri qala bilər? O necə dirilə bilər? O ölüləri ki, İsa Məsih dirildəndə, onlar bu vəziyyətdə olmayıblar. Onların nə yaraları var idi, nə zədəli bir yeri var idi. Yox, amma İsa Məsihin sir sifəti yaman idi. Təmiz yeri qalmamışdı. Buna görə də Thomas deyir ki, mən inana bilmərəm. Siz çox deyə bilərsiniz. Ola bilsin şagirdlərdən kimsə deyir ki, Thomas, inanmırsan, gəl gedək bir yerdə, həmən o boş qəbri gör. Gedək onun qəbrinə, özün də görəcəksən ki, qəbri boşdur. Yaxşı, qəbri boşdur, öz yerə, onu başa düşürəm. Amma oradakı diri olan İsanı nə mən görəcəm, nə də ki sən. Dostlar, mümkündürmü bu vəziyyətdə ölən insan diri olsun? Əlbəttə ki, yox. Əlbəttə ki, yox. Amma şagirdlər deyir, biz onu gördük. Biz onu gördük. Biz də inanmırdıq. Biz ağlayırdıq. Amma o isə ortada durub bizə dedi ki, sizə salam olsun. Və öz əllərini də göstərdi. Dedi ki, bu mənəm deyir, mənəm. Thomas isə deyir ki, mən deyir, mıxların yerinə barmaqlarımla toxunmasam, böyrünə də əlimi qoymasam, heç buna deyir, inanmaram. Dostlar, məncə mənə elə gəlir ki, bax, burada olan bacı qardaşlar da onun yerində hələ bu vəziyyətdə olardı. Hələ bu vəziyyətdə olardı. Və
8 gün bu yazıq insan bax bu dərd içində qalıb. Pis vəziyyətdə qalıb. Və bir də demək istəyirəm dostlar, biraz elə bil ki mövzudan kənar çıxıram. İsa Məsih baxın, vali olan Pilata görünmədi. Roma əsgərləri görünmədi. O baş kahinlərə görünmədi. Qaldı ki, görünə bilərdi, elə deyilmi? Özünü niyə onları diri göstərmədi? Sizcə? Axı, bu vali Pilat, yəni hökümdar, əmr verdi ki, onu çarmıxa çəksinlər. Onun əmri ilə onu çarmıxa çəkdilər. Onun əmri ilə onu döydülər. Onu əzdilər. O qışqıran cəmaat, o kahinlər, deyirlər, Allah səndən razıdırsa, qoy səni xilas etsin. Onlara niyə görkənmədi? Niyə demədik? Baxın, bax mənə qarşı durmuşdur. İndi mən dirilmişəm. İndi nə deyəsiz? Amma İsa Məsih bunu etmədi. Sizcə niyə? İnanmırlar məncə. Şagirdlər də inanmırdı. Amma şagirdlərə göründü. Dostlar, maraqlısı bilirsiniz nə idi? Onu görməyib inananlara da Bu sübut şagirdlərə lazım idi. Əvvəla şagirdlərə. Təsəlli vermək kimə lazım idi? İmansızlara yox, şagirdlərə, ardıcılara. Baxın, qəm, qüssə içində kim idi? Həmən Məcdəli Məryəm ağlayırdı. O qəbrə gəlib onu axtarırmış. Gördü ki, qəbir boşdur. O saat qaça-qaça şagirdlərə dedi ki, çatdırdı ki, Rəbbi deyir, aparırlar, hər aparırlar yerini bilmirəm. Şagirdlərdən ikisi Peterlə Yahya o saat tez qaçdılar qəbrə tərəf ki, görsünlər ki, doğrudanmı Məcdəli Məryəm bizə nə dedi? Elə də var. Gəldilər, gördülər ki, doğrudan da qəbir boşdur. Yenə də Məryəm qəbrə yaxınlaşaraq görür ki, doğrudan da qəbir boşdur. Amma qəbrin içində 2 şəxs var. 2 şəxs də ki, o mələklər idi. O mələklərə müraciət etdi ki, bəlkə siz bilirsiniz, Rəbbim hardadır? Kim onu aparıb? Və birdən arxadan eşidir ki, kimsə ona müraciət edərək deyir ki, qadın, sən kimi axtarırsan? O özünü çevirib İsa'nı tanımadı. İsa'nı tanımadı, dedi ki, elə bildi ki, bağbandır. Deyir, bəlkə sən bilirsən, yerini sən bilirsən, haradadır, hara aparırlar, kim aparıb, yerini göstər mənə. Onda İsa Məsih nə etdi? Adını çəkdi. Dostlar, baxın, İsa Məsih, yəni ki, onun dirilmə sübutunu necə şagirdlərini göstərir. Birinin adını çəkir. Məryəm, yəni ki, mən buradayam. Onun adını çəkdi. Dostlar, biz də çox belə pis vəziyyətdə olanda adımızı da bilirlər. Adımızla bizi çağırır. Məryəm o saat tanıdı. O saat tanıdı. Sonra bu 2 nəfər Yerusəlimdən çıxarkən İsa Məsih onlara göründü və İsa onlardan soruşdu ki, nə olub belə bu, belə qaşqabaqlı, belə pis vəziyyətdəsiniz. Onlar da ona təəccüblə baxaraq deyir, bəs sən xəbərin yoxdur, Yerusəlimdən gəlirsənsə xəbərin yoxdur. Nə baş verib bu yaxınlarda? Biz elə bildik ki, doğrudan da o seçilmiş insandır Rəbb tərəfdən, Rəbb Allah tərəfdən, yəni ki, bu Məsihdir. Amma 3 gündür ki, o çarmıqda onu çəkiblər, öldürürlər. 3 gündür ki. İsa Məsih onda kəlam vasitəsilə onların gözlərini açır. Bəs siz kəlamda oxumamısınız? Bəs yazılmayıb onun haqqında ki, Məsih doğrudan da ölməlidir və sonra dirilməlidir. Bəs Məsih özü sizə bu haqda danışmıyor və kəlam vasitəsilə onların gözlərini açdı. Dostlar, biz ağır vəziyyətdə olanda kəlam vasitəsilə də Rəbb İsa bizə özünü tanıtdırır. Bax, bayaq danışdıq, Rəbb Allah bizə necə özünü tanıtdırır? Kəlam vasitəsilə. Kəlam vasitəsilə dostlar, bax bu saat, bax bu vəziyyətdə onlara özünü tanıtdırır. Gəlin indi Tomasa baxaq. Tomas da pis vəziyyətdə idi. Dostlar, İsa Məsih deyə bilərdi ki, Tomas, təqsir məndə deyil. Sən ki, o şagirdlərlə bir yerdə olmadın. Niyə olmadın? Gəy olardın da. Gəy olardın. Niyə gəlmədin? Amma İsa Məsih elə etmədi. 8 gün keçdi. Tomas ki dedi, mən deyir, özüm o yaraları görməsəm, toxunmasam deyir, inanmaram.
İsa Məsih də yenə də göründü. Bu səfər Tomasa göründü. Şagirdlərə də göründü, amma bu səfər Tomasa göründü və biz oxuyuruq ki, 8 gündən sonra İsa'nın şagirdləri yenə otaqda deməli toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da İsa yenə içəri girdi. O ortada durub sizə salam olsun dedi. Bundan sonra da Tomasa söylədi. Tomas, yaxın gəl. Bura gəl deyir. Sən bu gün məni tanımalısan. Sən bu gün məni görməlisən. Barmağını buraya uzat. Mənə toxun. Sən dedin toxunmasan, inanmaram. Yaxşı, bəs bu 3 il ərzində Tomas, sən mənimlə bir yerdə olaraq mənə toxunurdun? İnanmaq üçün ki, yox. Amma indi isə deyirsən ki, toxunmasam, mən deyir, inanmaram. Yaxşı, mən buna da razıyam. Toxun. Gəl toxun deyir. Barmağını deyir, buraya uzat. Əllərimə bax. Əlini də bura uzat. Deyir, böyrəyimə qoy. İmansız deyir, olma. İmanlı ol. Bundan sonra Tomas bu sözlərdən sonra nə dedi? Nə dedi? Ayla. Elə mən də elə fikirləşirəm, Atafaz dediyi kimi. Yəni ki, sən onu ürək kimi qəbul etdilər. Bax, mən bugün səni tanıdım, sən kimsən? Bugün gözlərim açıldı, gördüm doğrudan da ki, kimsən? Dostlar, kimdir? Allah'ım. Elə də yazılıb. Ya Rəbbimdir, Allahım. Görün necə ucadan söylədi. Necə ucadan söylədi. Onun üçün İsa Məsih bu cür açıldı. Onu bu cür tanıdı. Və İsa ona dedi ki, sən məni gördüyün üçün iman etdin. Görmədən iman edənlər nə bəxtiyardır. Dostlar, burada bax, neçə nəfər indi mən saymıram, az deyil. Biz onu görmürük. Amma Tomas kimi bəziləri də qalırıq, inanmırıq. Görməyən, amma iman edən insan nə bəxtiyardır. Nə bəxtiyardır, dostlar. Amma bəziləri deyir, yox, mən gəl görməliyəm, toxunmalıyam. Bir nəfər mənə yazır, deyir, İsa Məsih hardadır? Deyir, görüm, deyir, İsa Məsih, indi hardadır o, deyir, İsa Məsih? Mən ona dedim, kəlamda necə yazılıb, mən ona dedim. Markın müjdəsində biz oxuyuruq. Yazılıb ki, beləcə Rəbb İsa onlara, yəni şagirdlərə danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu. Bunu yazdım, mənə yenə cavab verir. Yox, sən yazırsan, mənə ağılsız sözlər yazırsan. Yox, atanın yanında, sağında oturdu. İsa Məsih hardadır? Dostlar, kəlama inanmırsa, ondan sonra nə deyə bilərəm? Bilirsiniz, İbrahim Peyğəmbər vaxtında biz bu Lukanın müjdəsində oxuyuruq. Yadınızdadır, varlı insanla yoxsul Lazar ilə 2 nəfər haqqında bir məsəl çəkilir. Deməli, Lazar da öldü, bu varlı insan da öldü. Varlı insan gözlərini qaldırıb, çünki bu cəhənnəmdə olaraq, odun içində yanaraq, gözlərini birdən qaldıraraq, deməli, göylərdə gördük ki, Lazar İbrahim Peyğəmbərin qucağında rahatlıq tapıb, özünə rahatlıq tapıb və ucadan qışqırdı ki, ey İbrahim ata, Lazarı göndərginlə barmağını suya batırıb, o sudan biraz mənə versin. Çünki bu od içində yanıram deyir. İbrahim ata deyir ki, aramızda böyük bir uçurum var, sizdən buraya ya da ki bizdən sizə istəyən keçə bilməz. Onda o varlı insan, hansı ki əzab çəkir, deyir ki, heç olmasa, onda heç olmasa, bax, hələ o həyatda, yəni bizim bu həyatımızda, bu dünyada, artıq dünyanı dəyişib də. Heç olmasa, bax, orada mənim deyir, 5 qardaşım var, Lazarı deyir, göndər. Lazarı göndər. İbrahim ata bilirsiniz nə dedi? Onlara Allahın kəlamı verilib. Qanunu oxusunlar. Peyğəmbərlərin kitabını oxusunlar. Kəlam var da. Deyir, yox. Yox, amma ölülərdən kim dirilsə, bəlkə də inanarlar. Deyir, əgər Allahın kəlamına inanmırlarsa, əgər bu müqəddəs yazıya inanmırlarsa, əgər bax burada yazılıb ki, Rəbb İsa şagirdlərlə danışandan sonra, bu yəni 40 gün keçəndən sonra göyə qaldırıldı və Allahın sağında oturdu, buna inanmırsa, bu müqəddəs yazı bunu deyir. Onda kim bugün ölülərdən də dirilsə, yenə də inanmayacaqlar. Hayf o insanlardan. Əzizlərim,
Amma Thomas kimi insanlar bu gün də var. Bu gün də elələri var. Yox, görməsəm, toxunmalıyam ki, görməliyəm. Müqəddəs ruh ürəyivə toxunur. Ürəyin döyünür, çırpınır. Bunu hiss etmirsən. İsa Məsih kəlam vasitəsilə səninlə danışanda bunu hiss etmirsən. Bu kifayət deyilmi? Rəbb İsa Məsih bu kəlamı sənə göndərir, bu kifayət deyilmi? Bu canlı və diri sözdür. Bu təsirli sözdür. Bu söz sənə təsir edir. Buna da inanmırsan. Əgər buna inanmırsansa, onda səni o əzabdan kim qurtara bilər? Və kim inandıra bilər? Və nə inandıra bilər? Qoy Rəbb hər birimizə xeyir dua versin. Dostlar, imansız olanlara İsa Məsih görünmədi. Amma kim ki onu axtarırdı? Bəli, Thomas bu sözləri işlədib, amma Thomas onu axtarırdı. Thomas onsuz yaşaya bilmirdi. Buna görə də İsa Məsih onu görürdü. Roma əsgərlərə, kahinlərə, imansız insanlara görünmədi. Mən əgər inanmasam, mən əgər bu kəlamı qəbul etməsəm, İsa Məsih mənə də görünməyəcək. Mən də qalacağam bu bəhrəsiz, yəni Məsihsiz və Məsihsiz qalan insan bədbəxt insandır. Çünki yazılıb ki, ürəyi təmiz olan insan nə bəxtiyardır. Ürəyi təmiz bilsiniz necə olur? Təmizləyən İsa Məsihdir. Onun qanı tökülüb və qanı bizim qəlbimizi hər bir ləkədən, günahlı ləkədən yəni göyüb təmizləyir. Bu Rəbb hər birimizə xeyir versin. Biz indi dua edəcəyik. Ola bilsin ki, ürəyində yetişib Rəbbə dua edərsən ki, ya Rəbb, bugünə qədər dilim susmuşdu, ağzım, yəni səni heç duada çağırmamışam. Amma indi inanıram. İnanıram ki, doğrudan da sən ölülərdən dirilmisən və məni də bu ölü vəziyyətdən dirildə bilərsən. Mənə kömək ol. Gözlərimi aç. İnanıram. Məni xilas et. Rəbb xilas edəcək. Rəbb sizə hər birimizə xeyir versin. Amin.